Martın 7-sində Azərbaycan Milli Məclisi mühüm bir qərara imza atıb. Ölkəmiz inkişaf etməkdə olan 8 ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına tam hüquqlu üzv kimi qəbul edilib. Beləliklə, Azərbaycan qlobal iqtisadi güclərin sırasına daxil olan bu təşkilatın 9-cu üzvü olub. Qeyd edək ki, 1997-ci ildə Türkiyənin təşəbbüsü ilə qurulan bu təşkilatın əsas məqsədi iqtisadi inkişafı sürətləndirmək, üzv dövlətlər arasında ticarət həcmini artırmaq, texnologiya transferini həyata keçirmək və qlobal bazarlarda birgə rəqabət potensialını yüksəltməkdir. D8-in hazırki üzvləri Azərbaycan, Türkiyə, Pakistan, İran, Misir, Bangladeş, Malayziya, İndoneziya və Nigeriyadır. Azərbaycanın qurma üzvlüyü uğurlu siyasətin, beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyin söz sahibliyinin nəticəsidir. Ölkəmizin qurma üzvlüyünün dünyanı Bakıya toplayan COP29 tədbirindən sonraki dövrə təsadüf etməsi özündə bütün məqamları ehtiva edir. Qərblə şərq arasında körpü rolunu oynayan ölkəmiz mədəni və iqtisadi dəyərlərin qovuşduğu mühüm bir mərkəzdir. Bu baxımdan Azərbaycanın D8-ə üzvlüyü İslam dəyərlərinin dünyada təbliğinə və İslamofobiya ilə mübarizəyə mühüm töhfə verəcək. Azərbaycanın D8 çərçivəsində ticarət, nəqliyyat, enerji, turizm, kənd təsərrüfatı və təhsil kimi strateji sahələrdə fəal iştirakı gözlənilir. Ölkəmiz yalnız iqtisadi deyil, eyni zamanda siyasi və mədəni əlaqələrin inkişafına da öz imzasını atacaq. Bu üzvlük Azərbaycanın yeni iqtisadi imkanlar qazanmasına, regionda və dünyada rolunu daha da möhkəmləndirməsinə xidmət edəcək və iri investisiya məkanı kimi mövqeyini daha da gücləndirəcək. Yaxın gələcəkdə Qarabağın və Şərqi Zəngəzurun iqtisadi potensialından səmərəli istifadə edilməsi təkcə dayanıqlı inkişafımıza xidmət etməyəcək, həm də iqtisadi əlaqələrimizin coğrafiyasını daha da genişləndirəcək.